Salam əziz dostlar, əziz səyahət sevənlər. Yeni bir vlogdan hər kəsi salamlayıram. Türkiyə vlogu ikinci hissə. Türkiyənin paytaxtı Ankara şəhərinə yollanıram. Hal-hazırda İstanbuldayam. Bura Əsənlər avtovağzalıdır, İstanbulda yerləşir. Ümid edirəm maraqlı bir video olunar dostlar. Hər kəsə xoş izləmələr, izləmədə qalın, kanala abunə olmağı da unutmayın. Biz isə başladıq. Bunlar hamısı pulsuz verilir. Avtobusda gedərkən hamısı pulsuz verilir. Ankara avtovağzalı gəlib çatdım. Böyük bir avtovağzaldır. İstanbuldan Ankara'ya 620 TL'ye gəldim. Avtovağzalda gəlib düşdüm. Belə bir oteldə gecələsi oldum. Bir gecəsi 1300 TL. Yeni gündən hər kəsi salamlayıram. Oteldən çıxdım. Düzdür, biraz bahalı oldu. 1300 TL. Bilmirəm Azərbaycan manatına nə qədər eləyir, amma Rus rublundan böyük pul eləyir. Burada düzdür, pulun qiyməti, dəyəri yoxdur. Amma başqa variant qalmadı. Girdim kafeyə, belə bir səhər yeməyi götürdüm. Qiyməti 140 TL. Pendiri, yağı, cemi, şokolad yağı, zeytunu, bu sözlər Türk səhər yeməyi. Maraqlı bir məlumatı sizlərlə paylaşım. Belə bir dayanacaqdır. Hər dayanacağın yanında görürəm ki, belə taksi sifariş eləmək üçün düyməni basırsan, taksi həmən gəlir bura. Qarşıma bir muzey çıxdı. Tarixi bir muzeydir. İndi keçək içəri, giriş pulsuzdur. Görək nə var içəri var. Burada Türk bayrağı. Əsgərlər növbə dəyişir. Nöbetçi vukuatı olarak teslim ediyorum komutanım. Hakan Uçak Kahramanmaraş. Nöbetçi vukuatı olarak teslim ediyorum komutanım. Samet Aydın Kilo. Nöbetçi vukuatı olarak teslim ediyorum komutanım. Fırat'tan Konya. Nöbetçi vukuatı. Bir adı verin. Marş. Sola. Dön. Necə idi əsgərlərin çıxışı? Maraqlı idi. Bütün məlumatları muzey içində görə bilərsiniz. Çox maraqlıdır. Yəqin ki, tarix sevənlər üçün möhtəşəm bir yer. Gəldim belə bir kafeyə. Soğuk baklava deyilən bir şeydir. Bir də çay. Bunun adını çox eşitmişdim, amma dadına baxmamışdım. İndi görək dadı necə bir şeydir. Südləndir deyəsən. Soğuk baklava. Heç dadına baxmamışam. Birinci dəfədir. Başıma bir maraqlı hadisə gəldi. Soruşuram ki, eski şəhərə, yəni köhnə şəhərə necə gedə bilərəm? Az qala məni eski şəhər adlı başqa bir şəhər var imiş. Ora göndərəcəkdilər. Mən başa salmaq istəyirdim ki, mən köhnə şəhərə, hardasa bizim köhnə içəri şəhərimiz kimi olan bir yer var. Ora necə gedə bilərəm? Onlar da məni düzgün başa düşmədi. Mən də onları düzgün başa düşmədim. Bu da Ankara'daki metro. Həm də ticarət mərkəzidir. Belə bir kart aldım. 70 ya 75 TL idi. Bura aşağıda gördüğümüz yer Roma hamamı deyilən, Roma banyosu deyilən bir yerdir. Böyle uzanır.
özü aşağı. Qarşıda da qırmızı məscid var. Çox gözəl məscidlərdir, camilərdir. Bax, qırmızı kərpic. Bura məni Rusiyada, Krımda yerləşən bir şəhəri xatırlatdı. Mən internetdə bu məkanı axtarıb tapmışdım. Amma düzgün adını tapa bilməmişdim. Köhnə şəhər deyə məni başqa yerə yolladılar. Belə bir yer də var. Ankara'nın manevi mimarı Hacı Bayram Veli. Selamünaleyküm. Maraqlı bir yerdir. Abla burası nə gedir? Burası böyle Hazretleri temsili ev, müze. Aha. Evet değil. Ha. Həmin kişi mi? Ortadaki mi? Onun benzeri değil. Benzeri, ha. Evet. Öyle benzetmiştim. Hacı Bayram 1-ci Vəli haqqında məlumat toplamaq istədim. Yerli cəmaatın. Onların da çoxsu bilmədi. Gərək internetdən araşdırardım. Gördüğünüz bu qala Roma dövrünə aiddir. Burada məlumatlar yazılıb. Maraqlı bir faktdır. İstəsəz siz də internetdə araşdıra bilərsiniz. Ankara Ağustos tapınağı. Ankara Ağustos tapınağı dünyadakı ən önəmli Roma dönəmi yapımlarından biridir. Tapınaq bu dönemin latincəsi tapınaq divarlarının iç yüzünə, yunancası isə Güneydoğu divarının dış yüzlərinə qazınmış və Roma İmparatoru Ağustos'un başarılarının anlattığı eşsiz yanıta borçludur. Tapınaq 2 metr yüksəkliyində 8 başmaqla çıxılan bir podium üzərinə oturulmuşdur. Səhər tezdən ta bura gəlmək istəyirdim, amma yerli cəmaatla anlaşa bilmədiyim üçün yolu dəqiq tapa bilmədim. Keçək bu deyirdim ki, köhnə şəhər məni eski şəhər adlı olan bir başqa bir şəhərə göndərirlər az qala. Köhnə küçələrdir. Maraqlıdır, çox maraqlıdır. Tam qarşıda, yuxarıda Ankara qalası var. Çıxa bilsəm ora gedərəm indi. Bu küçənin də adı ilə Hacı Bayram Vəli caddəsi gedir. Çox maraqlıdır. Bəyəndim buralığı. İndi gedirik Ankara kalesinə. Tam yuxarıdadır. Qalxmalıyam. Yol çətindir. Görək nə baş verəcək. Qarşıda məni nə gözləyir? Qardaş, bu nədir qardaş? Axırım oldu qardaş. Çox öndürdü bura. Belimdə də çantam var. İçində 7-8 kilo yaxın yük var. Əlimdə də qış paltarı. Hündürdü. Mən elə bildim yuxarıdakı qala yəqin ki muzey kimi fəaliyyət göstərir. Amma bildiyim yaşayış yeridir. Tam yuxarıda. Bütün köhnə şəhərlər əslində bir-birinə oxşuyur. Bütün müqayisə gələndə mən Bakının içəri şəhərini və ya Şəkini müqayisə edirəm. Çünki dünyanın bütün yerində köhnə şəhərlər bir-birinə çox bənzəyir. Bura tam qala divarlarla, içəridə kafelər, restoranlar çoxdur. Gəlin sizlə birgə tarixə toxunalım. Bu da Tofaş. Yəqin ki bir çoxlarınız tanıyır. Nəhayət ki çıxdım tam yuxarıya. Qalanın müdafiə hissəsidir bura. Görürsünüz. Qarşıdan da şəhər
belə görsənir. Tam aşağıda. Möhtəşəm bir mənzərəsi var. Çox gözəldir. Qalanın tarixi haqqında dəqiq məlumat verə bilməyəcəm. Şəhərin bütün gözəlliyi aşağıda qalır. Evlərin damı hamısı görsünüz necədir rəngləri. Qarşıda gördüyünüz kimi aşağı hissədə müasir Türkiyə, Ankara şəhəri inkişaf edir. Eyni zamanda da köhnə şəhəri qoruyub, saxlayıblar. Sağ olsun, gələcək nəsillərə ötürürlər. Bütün dünyadakı kimi həm Türkiyədə, həm Azərbaycanda belə tarixi abidələri gələcək nəsillərə ötürürlər. Kedi de çok güzel. Yox, kedi lazım deyil. Şu direk ağacım var. Bunlar 50 dedilər. Onlar da 50. Akşam bir işim var. Bu nədir? O da andız ağacı kokulu. Bak dışarıda duruyor. Gene kokusu gitmiyor. Baksana. Bu neçədir? O da 50 lira. Nə ağacı? Andız. 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 Belə bir təşkil. Hə dostlar, gəzdik. Ankara kalesini gəzdik. İndi qayıdıram. Üzü şəhərə doğru. Dediyim kimi bu səyahətim plansız şəkildə keçdi. Heç bir yerdə heç bir otel rezervasyonum olmadı. Öz tək başıma bildiyim soruşa gəlib çıxmışam bura. Ankara'da mən ilk dəfəyəm. İstanbulda artıq 3-cü dəfədir olmuşam. İstanbul əlbəttə ki, çox gözəldir. Orada həyat tam başqadır, rahatdır. Burada biraz çətindir. Mən Ankara'da bir gün oldum, çalışdım. Gəzməli yerlərdən ən azı 2-3 yeri sizlərə görsədim, həm də özüm gəzim. Mənim ilk səyahətimdir ki, plansız şəkildə belə baş tutdu. Gözlənilməz halda Türkiyədə oldum. Yenə əvvəlki videoda da qeyd eləmişdim. Mənim planım Schengen vizası olmadan Azərbaycan vətəndaşları üçün Avropa ölkələrinə Bosniya-Hersegovina, Makedoniya və Serbiya bilet almışdım. Məni İstanbul hava limanında buraxmadılar. Dedilər ki, viza lazımdır. Onun üçün də başqa variantım qalmadı. Gəldim Türkiyə. İndi Türkiyəni səyahət edirəm plansız şəkildə. Videonu izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm dostlar. Bəyəndinizsə kanala abunə olmağı, dəstək olmağı unutmayın. Mən də sizlər üçün belə yeni ölkələrdən, yeni şəhərlərdən videolar çəkim, paylaşım. Bir Azərbaycanlı səyahətçi kimi həm özüm gəzim, həm də sizləri məlumatlandırım. Ankara kalesindən uzaqlaşıram, düşürəm tam aşağı. Mən dediyim kimi, yəqin ki, aşağıdan taksi də sifariş verib qalxmaq olar yuxarı. O daha asan variantdır. Əgər gəzməyi mənim kimi sevirsinizsə, amma məsləhət görərdim ki, avtomobillə yuxarı çıxarsınız. Ayaqla çox çətindir. Ankara kalesinin aşağı hissəsində böyük bir dayanacaq var. Türklər ona dolmuş deyir. Dolmuşla birbaşa gəldim avtovağzala. Avtovağzalın adı Aştidir. Aşti avtovağzalı, otobüs terminalı deyirlər. Bura mərkəzi avtovağzal sayılır. Ən böyük səhv eləməmsə avtovağzaldır. Böyükdür, içəridə kafe, restoranlar, hər şey var. Bir dənə qalmaqdan başqa otel yoxdur içəridə. Ankara səyahətimizin sonuna çatırıq dostlar. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Kanala abunə olmağı, dəstək olmağı unutmayın. Türkiyə səyahəti 2-ci hissənin sonu. Yeni bir şəhərdə görüşənə qədər çox maraqlı olacaq. Bu hələ son deyil. Növbəti videonu izləməyi unutmayın. Sağ olun.